Araz Musayevi bıçaqlayan 5 nəfər tutulub. Onların arasında kickboks üzrə milli komandamızın baş məşqçisi Elşən Abdurrəhimov da var. Bu haqda Haberturk TV məlumat yayıb. Kanalın yaydığı xəbərə görə üçü özbək, ikisi Azərbaycan vətəndaşı olan 5 nəfər saxlanılıb. Onlar hadisəni törətdikdən sonra bərbərə gedərək saçlarını kəstirib. Paltarlarını dəyişsələr də Türk jandarması onları Antalya aeroportunda saxlayıb. Şübhəli şəxslərdən biri Rusiyaya qaçmağa müvəffəq olsa da, Türkiyənin qarşı tərəfə məlumat verməsi ilə təyyarədən düşən kimi saxlanılıb. Hazırda həmin şəxsin Türkiyəyə ekstradisiya olunması ilə bağlı zəruri prosedurlar həyata keçirilir. Saxlanılan şəxslərdən birinin Azərbaycan milli komandasının baş məşqçisi olduğu bildirilir. Teleqrafın əldə etdiyi xəbərə görə, söhbət Azərbaycanın kickboksing üzrə milli komandasının baş məşqçisi Elşən Abdurrəhimovdan gedir. Əlavə edək ki, Azərbaycan Muay Thai Federasiyasının prezidenti 9 qat dünya çempionu Araz Musayev may ayının 28-də Antalyada keçirilən dünya çempionatı zamanı 2 nəfərin hücumuna məruz qalıb. O boynundan və qarnından bıçaqlanmışdı. Əməliyyatdan sonra palataya köçürülən federasiya prezidentinin vəziyyəti stabil qiymətləndirilir.